olsaydınız, hansı şarkılarınızı niye yapıyorsunuz? Əgər şagird olsaydım hal-hazırda, 9-cu sinifdən, 10-cu sinifdə özü çox gözəl xarakterli şagirdlərlə adam seçim qarşısında qalanda çətinlik çəkir. Amma qızlardan xətaya olmaq istəyərdim. Çünki xətaya nə istədiyini bilən, inatçı, çalışqan, öz üzərində işləməyə bacaran bir qızdır. Onun kimi olmaq istəyərdim həqiqətən. Oğlanlardan da zar olmaq istəyərdim. Çünki zarın ağıllı olması, hər bir vəziyyətdə düzgün qərar qəbul etməsi, məsələyə hər tərəfli yanaşması, ümumiyyətlə fikirləri baxımından disiplinli olması, çox xarakterləri var ki, xoşuma gəlir və şagird olaraq zar olmaq istəyərdim. Əgər oğlan şagird olsaydı, mütləq zar olmaq istəyərdim. Böyle bir şans olsaydı, bizi sizin hansı şagird olmaq istəyirsiniz? 10-cu sinifdə ki, uşaqların hamısı demək olar ki, çoxsunu istəyirəm, belə seçim qarşısında qalan, amma xarakter olaraq zar olardı. Qızlardan da Hüseyin olardı. Yəni, çox xüsusi seçimim bular. Hal-hazırda şagird olmaq şansınız olsaydı, hansı şagird olardınız və niyə? Bizim sinifdən. Muradın yerində olmaq istəyərdim. Çünki Murad mənim fəndimdən də, musiqi dərsindən yaxşı oxuyurdu. Bədahətən meyxanalar qoşurdu, həm sinif yoldaşlarına, həm müəllimlərə, yəni mənim özümə də qoşmuşdu. Əgər şagird olmaq şansınız olsaydı, bizim sinifdən hansı şagird olmaq istəyirsiniz? Deməli, mən əgər şagird olsaydım, oğlanlardan Məhəmməd Əli olardım. Niyə? Çünki hər şeyin yerini bilən, özünü ortamda tamamilə olduğu kimi aparan, həm də ciddi görmüşdü, ciddi xarakterli olduğunu. Qızlardan isə şən olduğuna görə, şən, hazırcavab, hər şeyi deyib, gülməyinlə yola verən, rəvan etsin. Və bizim sinifdən hansı şagird olmaq istəyirəm? Görüşürsən, o şagird olmaq istəyirəm. Və nə üçün? Səbəb göstərir. Birinci olduğu ki, sinifdə bir qız bir oğlan öyrənirlər. Seçmək çox çətindir, çünki sinifdə olan uşaqların xarakterləri müxtəlif. Seçim qarşısında belə qala bilər. Oğlanlardan indi sən özün buradasan deyə demirəm. Sən səhvində izlədir. Bir deyilən. Belə deyilən. Qızlarla deyəcəm. Belə deyil ki, dərslərdə məsuliyyətli yanaşmanı öz yerinə, yoldaşlarla müzikəti çox yaxşıdır, yəni yoldaşlarla həm qız həm oğlan. Sinif idarəsini, məsələn, istər oyun oynayarkən, istər dərsini müzakirəsində, sinif idarəsini çox yaxşıdır. Hazırda şagird olmaq şansınız olsaydı, hansı şagird olardınız və niyə getdiniz? Siz sinifdə, 10-cu sinifdə deməli 2 nəfər qızların alını seçə bilərəm. Nərmin və Rəvanə çox dəli dolu, çox şən qızlardır. Oğlan kimdə deyim? Oğlan kimdə Orxanın adını seçirəm. Nasıl deyim, davranışı, tərbiyəsi, yəni çox mənə uyğun gəlir, yəni xoşuma gəlir. Hazırda şagird olmaq şansınız olsaydı, hansı şagird olardınız və niyə getdiniz? Mən mehriban və zar olardım. Onlar kimi dərslərinə məsuliyyətlə yanaşar, müəllimlərinə hörmət edər və məktəb qaydalarına riayət edərdim. Mən mehriban və zar olardım. Onlar kimi dərslərinə məsuliyyətlə yanaşar, müəllimlərinə hörmət edər və məktəb qaydalarına riayət edərdim. Hal-hazırda şagird olmaq şansınız olsaydı, onun sinifdən hansı şagird olmaq istəyirsiniz və nə üçün? Xaraktercə, oğlanlardan şagirdin xarakteri xoşuma gəlir. Həm yeniyetçidir, həm müasir kitablarında aktiv baxır, aktiv münasibət göstərir. Qızlardan da sevilir olmaq istəyərdim. Oradakı dərs olmaq barəsində abituriyent olaraq, müşahidən abituriyent olaraq daha yana məsuliyyətdir. Hal-hazırda şagird olmaq şansınız olsaydı, hansı şagird olardınız və niyə bizim sinifdən? Bu sual mənim üçün əslində çox çətin sualdır. Çünki 10-cu sinifdə sevgimi qazanan, hörmət bəslədiyim çox şagird var, bir çox şagirdlər var.
Amma bir nəfər qızlardan deyəcəksə, bir nəfər oğlanlardan, qızlardan xətayəni deyərdim. Əslində bütün şagirdlər mənim üçün dəyərlidir. Orada savadından asılı olaraq, davranışından asılı olaraq sevgimi qazanan şagird çoxdur. Niyə xətaya əsaslandırım? Çünki bir şagird özünü sıfırdan inşa eləyirsə, bu böyük uğurdur. Ona görə xətayəni istəyərdim. Oğlanlardan Orxan deyərdim. Orxanı da hansı xüsusiyyətinə görə, bəlkə də düzgün olmaz bu dəyərləndirməm. Mədəniliyinə görə, hər bir məsələdə vicdanını ortaya qoyur. İstər qiymət almaqda, istər oxumaqda, belə. Amma bütün onun üçün şagirdləri mənim üçün çox dəyərlidir, özləri bunu bilirlər. Hal-hazırda şagird olma şansı olsaydı, onun sizin hansı şagird olmasaydı, canınız? Hal-hazırda şagird olmaq istəyirdim. Onun sinifdən bir oğlan istəyərəm. Oğlanlardan Sübhan olmaq istəyərdim. Çünki Sübhan avtomatik xarakter, mənim xarakterimə uyğundur. Hansı xarakteri bəzi olacaq. Məsələn, hər sözdə bir söz tapmağı, bütün danışıq tərzi, düzdür, diksiya deyirəm, ona görə danışıq tərzi. Hər sözdə bir söz tapmağı, hamıya cavab verməyi, cavablar, fikirlərimiz, emosionallığı bunları özümə oxşadıram. Qızlardansa xətaya olmaq istərdim. Çünki xətayən də xarakterin iradəlidir, çox iradəlidir. Onun elə bilirəm ki, çox dərk etməsəm də, tanıdığımdan bildiyim elə ki, disiplinlidir, iradəlidir. Özümdə o xüsusiyyətlər var mənim. Hər hansı bir lazım olarsa, bir iş üçün, bir məqsəd üçün qarşı. Hal-hazırda şagird olmaq şansınız olsaydı, hansı şagird olmaq istəyərdiniz? Sən niyə görürsünüz? Hansı şagird olmaq istəyərdim? Qızlardan şərqiyyə kimi olmaq istəyərdim. Çünki şərqiyyə çox disiplinlidir və çox məqsədli qızlar. Ona görə şərqiyyə kimi olmaq istəyərdim. Oğlanlardan da ki, akşin kimi olmaq istəyərdim. Hər şeyə pozitiv yanaşır. Yəni, akşin daha yaxşı xasiyyətlərdir.